Salam İsrafil. Biz yenə qayıtdıq. Salam Pərviz. Biz son zamanlar dünyada baş verən geosiyasi hadisələrlə bağlı biraz bu podkastda ara vermişdik. Ümid edirəm ki, bizim üçün darıxıblar. Bu araya görə cənab Trampı qınayaraq 5-10 nəfər izləyicimizdən üzr istəyirik. Məncə çox da dərinə getməyək. Ənənəyə sadiq qalaraq növbəti sponsorumuzu təqdim edək. Buyur. Növbəti sponsorumuz ömür boyu şəhərin mərkəzində, daha dəqiq desək, Sovetskidə yaşamış və sonradan Sovetskidəki evlər söküldükdən sonra şəhərimizin digər mərkəz nöqtələrindən hesab olunan Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük Safxozu adlanan ərazidə bələdiyyə sənədi ilə ev almış və sonradan bu sənədin heç bir işə yaramadığını görərək sehirli bir istedad tələb edərək vəkildən həmin sənədin kupçaya çevrilməsini tələb edən bir şəxsdir. Ümumiyyətlə bələdiyyə sənədi ilə ev və torpaq alan şəxslər bizim ən sevimli sponsorlarımızdan biridir. Yəni bizim dolanışığımızda ildən az 2 dəfə xaricə gedib istirahət etməyimizdə, həyat səviyyəmizin yüksəldilməsində onların əvəzsiz rolları var idi. Biz onlara səmimi qəlbdən öz minnətdarlığımızı bildiririk. Var olsunlar. Allah onları qorusun. Hər zaman belə olsunlar. Hər zaman qanunlara yox, öz iç səslərinə qulaq assınlar və bu fəaliyyətlərinə davam eləsinlər. Təşəkkür edirik onlara. Mən də onlara minnətdarlığımı bildirirəm. Ümumiyyətlə mən kupçalı adam görəndə əsəbləşirəm. Çünki bizim potensial müştərimiz olmurlar adətən belə insanlar və belə bir sponsorlar sayəsində ötən il mən artıq bizim Xəzərdən, Göygöldən, Maral göldən sonra milli sərvətimizə çevrilən, milli gölümüzə çevrilən Komo gölünə səfər eləmişdim. Ümumiyyətlə İsrafil, mən fikir vermişəm. Bizim millətimizin romantik nümayəndələri son zamanlar öz nikahlarını bizim ölkəmizin füsunkar zaks idarələrində yox, heç də füsunkar olmayan Komo gölünün ətrafında qeyd almağa başlayıblar. Məncə burada pis heç nə yoxdur. Yəni yəqin ki, maddi rifahın artması ilə bu əlaqəlidir. Amma ən dəhşətlisi odur ki, bu Komoda nikaha girirlər, sonra gəlib Suraxanı rayon məhkəməsində boşanırlar. Bu dediyim mənim bir atalar sözü yadıma saldı. Deyir, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Həmin şəxslər də öz xoşbəxt anlarını qərib ölkədə yaşayırlar, nikahlarını isə bizim ölkəmizdə öldürürlər. Bu həqiqətən də hesab edirəm ki, təqdirə layiq və vətənpərvərlik nümunəsidir. Halal olsun, yəni biz artıq bizdən Azərbaycandan 1000 kilometrlərlə aralıda olan Komo gölünü də milli gölümüzə çevrilmişiksə və öz xoşbəxt anlarımıza həmin gölü şahid ediriksə, niyə də bu pis bir hadisə kimi yadda qalsın və mən hətta Asan Xidmətin rəhbərliyinə bir tövsiyə eləmək istəyərdim ki, səyyar Asan Xidmət avtobuslarının birində Komo gölünün ətrafında qoymaq olar ki, orada nəinki formal nikah qeydə alınsın, rəsmi olaraq da orada, məsələn, Asan Xidmət Komo gölü mərkəzi, nə bilim, bilmirəm, adını indi özləri fikirləşirlər. Məsələn, 5 saylı Asan Xidmət var, bu yerləşir Böyük Şor gölünün ətrafında. Niyə Komo gölünün ətrafında da bir Asan Xidmət mərkəzi olmasın? Bəli. Ən azından səyyar avtobus. Bəli, yəni mən hesab edirəm ki, bu bizim milli qürurumuz və brendimiz olan Asan Xidmət brendinin xarici ölkələrə ixracı üçün də çox önəmli addım olardı. Molla Pənah Vaqifin o məşhur şeirinin, o məşhur misralarını biraz da təhrif edərək deyə bilərəm ki, Komo gölünün əcəb seyrəngahı var, Asan Xidmət mərkəzi hayf ki yoxdur. Yeri gəlmişkən Pərviz, Komo gölünün ətrafında gəzərkən hamı o gözəlliklərdən, füsunkar təbiətdən, dəbdəbəli villalardan həzz alırdı. Amma məni isə bir sual qara-qara düşündürürdü. Hansı sual? Görəsən həmin villaların, həmin torpaq sahələrinin kupçası var, yoxsa hamısı bələdiyyə sənədi ilədir? Çox maraqlı təsbitdir. Mən bilirəm ki, Komo gölünün ətrafında və ətrafındakı olan o dağüstü ərazidə çox məşhur şəxslərin, həmçinin Hollywood ulduzlarının villaları var. Elə birini mən görmüşəm, George Clooney'nin məşhur Hollywood ulduzunun malikanəsini görmüşəm. Yəni yetərincə imkanlı şəxsdir və
yəni bizdən fərqli olaraq qat-qat savadlı vəkillər tutmağa imkanı olan şəxsdir və hesab edirəm ki, o cür vəkilləri olan adam hüquqi araşdırma aparmadan bələdiyyə sənədi ilə orada hər hansı bir torpaq alsın. Ola bilsin ki, George Clooney makrel qurbanı da ola bilər. Çünki məsələn makrellərin tipik sözləri var da. Deyə bilərlər ki, George müəllim, elə bax 3 tin o tərəfdə Julia Robertson villası var, hansı ki bələdiyyə sənədindəndir. Bəli. Və indiyə kimi də rahat yaşayır orada. Hər yay gəlir, dincəlir. Və onların qızıl bir cümləsi var. Gəlib hamısını sökməyəcəklər. Mən hesab edirəm ki, gəlib hamısını sökməyəcəklər ki, cümləsi mənbəyini, bu cür möhtəşəm hüquq əsaslandırma öz ilkin mənbəyini Sultəpə makrellərindən götürmüşdü. Çünki Sultəpə makrelləri. Bəli, Sultəpə makrellərindən. Çünki Sultəpədəki ərazilərin bir çoxu sənədi yoxdur və makrellər orada əmlakları satarkən gəlib hamısını sökməyəcəklər ki, əsaslandırması ilə insanları razı sala bilirlər. Ümumiyyətlə hesab edirəm ki, Azərbaycan hüquq sistemi Sultəpə makrellərinin zəkası qarşısında acizdir. Maraqlı təsbitdir. Amma rus dilində desək, neujeli bu George Clooney-nin bir İtaliyan əmlak komitəsində bir tanışı yoxdur ki, o belə deyək, hətta şərti olaraq hesab eləsək ki, onun evi bələdiyyə sənədi iləndir. O bir kupça ala bilsin də. Təbii ki, yetərincə imkanları olan şəxsdir. Əgər bələdiyyə sənədi ilədirsə, biz ona tövsiyə edərdik ki, vəkilləri vasitəsilə İtaliya Əmlak Komitəsinə müraciət edib imtina cavabı alsın və həmin imtina cavabından ərazi aidiyyəti üzrə Milan İnzibati Məhkəməsinə müraciət eləsin ya da eləməsin. Nəyinə lazımdır kupça? Hesab edirəm ki, sənədsiz evlərdə yaşayan insanlar kupçalı evlərdə yaşayan insanlardan daha xoşbəxtdirlər. Çox maraqlı fikirdir. Açıqlaya bilərsən? Bizim təcrübəmizi götürək. Məsələn, bildiyin kimi Novostroykada yaşayanlar deməli qonşularının öz mənzillərindən çıxartdığı kuryoz, əcaib, bəzən qorxuducu, təhrik edici səslər eşitmək məcburiyyətindədirlər. Bu da belə deyək də şəxsi həyatın toxunulmazlığı, şəxsi həyat toxunulmazlığı, hətta bəzi yerlərdə kommersiya sirrinin pozulmasına səbəb olur. Yəni sanki belə bir təsəvvür yaranır ki, Novostroyka böyük bir otaqdır və həmin binanın sakinləri bir otaqda yaşayırlar. Səndən tamamilə razıyam. Novostroykadakı evlərdəki bu problemlərdən çox adam əziyyət çəkir. Amma Sultəpədə həm ucuz qiymətə ev alırsan, həm də ki, sənin ailə sirlərin kənara çıxmır. Bu baxımdan mən hesab edirəm ki, bələdiyyə sənədi ilə Sultəpədən ev almaq, Kupçalı Novostroykadan ev almaqdan 1000 dəfə yaxşıdır. Bildiyimiz kimi Sultəpədəki torpaq sahələri neft sənayesi təyinatlı torpaq sahələridir. Qanuna görə onun üzərində evlər tikilə bilməz. İndi möcüzəvi şəkildə dövlət orqanları yuxuda olarkən tikilmiş evlərə də kupça verilə bilməz. Bu isə məqsədi ondan ibarətdir ki, orada insanların yaşayışı təhlükəlidir, onların sağlamlığına ziyandır. Mən belə düşünmürəm. Hesab edirəm ki, bizim insanlarımız bunun əksini sübut ediblər. Əksinə müşahidələrim onu deyir ki, bu neft təyinatlı torpaqlarda gözəl böyük ağaclar bitir, gözəl meyvələr bar verir. İnsanlarımız nəsil artırma funksiyasını çox uğurla icra edirlər. Sap-sağlam həmin torpaqlarda, həmin evlərdə uşaqlar dünyaya gəlir. Bu baxımdan məncə həmin dediyin versiya mifdir və mən hətta deyərdim ki, neft təyinatlı olmayan torpaqlarda insanların yaşaması daha çox onların sağlamlığı üçün zərər ola bilər. Bunu bir elmi araşdırma eləmək lazımdır hesab edirəm ki, həmçinin neft biz bilirik ki, tükənən təbii sərvətdir. Yəni orada nə vaxtsa neft olubsa, o demək deyil ki, indi də var. Bunu hansı qurum araşdırıb ki, orada neft var və yaxud yoxdur. Bu baxımdan mən bizim Milli Məclisə təklif edərdim ki, qanuna müvafiq dəyişikliklər edilsin və neft təyinatlı torpaqlarda insanların yaşamasına onsuz da icazə verilir, amma orada evlərin sənəd verilməsinə də icazə verilə bilər. Çox maraqlı bir təsbit diqqətimi çəkdi. Həqiqətən də mən də fikir vermişəm. Sənədsiz evlərdəki uşaqların doğulma tempi
sənədli evlərdəkindən qat-qat daha yüksəkdir. Yəni hesab edirəm ki, sənədsiz evlərdəki yaşayan sakinlərimizin ölkəmizin demoqrafik vəziyyətinə, əhalimizin artımına, insan kapitalının artmasına göstərdiyi xidmətlər misilsizdir. Yoxsa sənədli evlərdə biz bunu müşahidə eləmirik. Bu da hesab edirəm ki, həmin evlərə bundan sonra da sənəd verilməməsi üçün çox güclü bir əsasdır. Dolayısıyla belə bir lozunq çıxarmaq olar ki, Kupça demoqrafiyanın düşmənidir. Bəli. Pərviz, məncə biz burada əsas məqamı qaçırdırıq. Bu sənədsiz evlərin olması insanlar arasında olan inam, güvən və etibarın qorunmasında misilsiz rol oynayır. Belə ki, insanlar heç də az məbləğlər vermədən, heç bir müqavilə olmadan bu evlərə sahib olurlar və onlar inanırlar ki, bu ev əllərindən alınmayacaq və heç kim tərəfindən sökülməyəcək. Bu baxımdan 21-ci əsrdə xüsusilə də insanlar arasında inamın, etibarın bu qədər sarsıldığı bir dövrdə sənədsiz evlərin olması gələcəyə böyük bir inam yaradır. Bax, sən bu sözlərindən sonra mən indi Dövlət Əmlak Komitəsini anlamağa başladım ki, onlar niyə görə həmin o sənədsiz evlərə illərdir sənəd verilməsi məsələsini yubadırlar. Heç demə onlar insanlar arasında güvənin, etibarın, inamın yox olmaması üçün çalışırlarmış. Həqiqətən də uğurlu missiya yerinə yetirirlərmiş. Ülvi məqsədlər naminə bunu uzadırlarmış. Ona görə mən öz düşüncəmi dəyişirəm. Dövlət Əmlak Komitəsindən və digər əlaqədar qurumlardan üzr istəyirəm. Biz onları başa düşməmişik. İnsanlıq naminə edilən hər bir hərəkət hesab edirəm ki, təqdirə layiqdir. Mən onlara sənədlərin verilməsinin yubadılmasında daha da mətin, qətiyyətli mövqelərini davam etdirmələrinə üçün uğurlar arzulayıram. Mən də öz növbəmdə Dövlət Əmlak Komitəsinə bu prinsipial, qətiyyətli və humanizm prinsiplərini rəhbər tutan fəaliyyətlərində uğurlar arzulayıram və bildirirəm ki, siz Kupçalarla bağlı imtinalar verdikcə insanlar arasında olan inam və etibar hissi heç zaman ölməyəcək. İnsanlara da demək istəyərəm ki, ola bilər sizin evlərinizin sənədi olmayacaq, amma insanlıq yaşayacaq. Unutmayın, sənədsiz evlər xoşbəxtliyinizin təminatıdır.